Əslində, Ümumdünya Şəhərsalma Forumu bir növ ötən ilin noyabrında Bakıda keçirilən COP29 iqlim konferansının davamı da sayıla bilər. Çünki mahiyyət etibarilə hər iki tədbirin prioritet hədəfləri bir-birinə çox yaxındır. Azərbaycan 30 illik erməni işğalının təmizlədiyi Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərini müasir şəhərsalma kriteriyaları əsasında həyata keçirir. Ağıllı şəhər, ağıllı kənd modellərini tətbiq edir. Paralel olaraq azad edilən ərazilər yaşıl enerji zonası adlandırıldıqdan sonra dövlət bölgədə bərpa olunan enerji layihələrinin icrasına üstünlük verir. Beləliklə, Azərbaycan azad etdiyi ərazilərdə iqlim dəyişikliklərini nəzərə almaqla dünya şəhərsalma təcrübəsinin effektiv harmoniyasını yaradır. Bu səbəbdən növbəti iqlim sammitlərinə ev sahibliyi etmək istəyən ölkələr COP29-un təşkilatçısı kimi məhz Azərbaycanın təcrübəsindən yararlanmağı vacib sayır. Həftə içi Almaniyanın Bonn şəhərində keçirilən 10 günlük iqlim sessiyası dediklərimizin real təsdiqidir. Süjet izləyək. Azərbaycanda keçirilmiş COP29-dan sonra Bonn danışıqları iqlim gündəliyinin növbəti mərhələsini müəyyənləşdirir. COP30-u aparan bu yol qlobal öhdəliklərin konkret addımlara çevrilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bakıdan Beləmə adlı yol xəritəsi inkişaf etməkdə olan ölkələrin qlobal iqlim gündəmində ön plana çıxarılması baxımından xüsusi əhəmiyyət daşıyır. COP30-un ev sahibi Braziliya hökuməti hesab edir ki, inkişaf etməkdə olan ölkələr iqlim müzakirələrinin mərkəzində yer almalıdır və Azərbaycan bu baxımdan onlar üçün vacib tərəfdaşdır. Biz inkişaf etməkdə olan ölkələrdən danışırıq və bu ölkələr mütləq gündəmin mərkəzində olmalıdır. Azərbaycan bu baxımdan bizim üçün çox önəmli tərəfdaşdır və bu əməkdaşlığın davamlı olması vacibdir. Maraqlı bir detal. Tərəflər konferansının icra məsələləri üzrə köməkçi orqanının sədri Yulia Gardnerin dediklərindən belə təəssürat yarandı ki, onlar çıxılmaz vəziyyətlə üzləşiblər və konsensusa nail olmaq üçün COP29-un sədri qismində Azərbaycanın dəstəyinə ehtiyac duyurlar və bizim burada əsas rolumuz sədrlik olaraq iştirak edirik, COP29 sədrliyi olaraq. Əsas sənədlərin qəbulunu ilə bağlı prosesin idarə edilməsi Braziliya tərəfinin öhdəliyində olan məsələ olsa da, biz sədrlik olduğumuz üçün Braziliya tərəfi bizdən dəstək xahiş edib. Həm də nəzərə alaraq ki, biz Bakıda çox önəmli, vacib qərarların, çətin qərarların qəbul edilməsinə nail olduq. Yəni bir komanda formalaşıb. Bugün gecikməyə baxmayaraq bütün tərəflərin razı olduğu birgə yol xəritəsinin formalaşdırılması çox tərəfli prosesin gücünü göstərdi. COP29-un sədrliyi Bonnda iyun iqlim görüşlərində aparılan danışıqlarda körpü rolunu oynadı və Azərbaycan nümayəndə heyətinin bu prosesi dəstəkləməsi konsensusun əldə olunmasına töhfə verdi. Azərbaycan COP29-un sədri kimi bu prosesin lideridir. Onlar bu prosesi qoşulanda təbii ki, insanlar onların sədrliyinə hörmət edirlər. Üstəlik, onlar bundan əvvəl Bakıda da bu işi icra ediblər. Yəni, zəngin təcrübəyə və uğurlu diplomatiyaya malikdirlər. Azərbaycanın bu prosesdəki rolu artıq təsdiqlənmiş sayılır. Təkcə yeni kollektiv kəmiyyət hədəfi və maliyyə məsələlərində deyil, həm də Paris sazişi çərçivəsində 10 ildən çox davam edən müzakirələrdən sonra nəhayət yekunlaşdırılan 6-cı maddə üzrə də mexanizmin formalaşması yeni eranın, icra erasının başlanğıcı sayıla bilər. Azərbaycan artıq iqlim dəyişikliyi üzrə danışıqlarda öz imzasını qoyub. Azərbaycan iqlimlə yanaşı iqlim maliyyəsi və sülhə fokuslanan institutları bir araya gətirməkdə liderdir. Bu olduqca vacibdir. Mənim rəhbərlik etdiyim qurum bütün dünyada sülhün qurulmasına yönəlib və biz iqlim şoklarından təsirlənmiş cəmiyyətlərin dayanıqlılığının artırılması istiqamətində tərəfdaşlığa hazırıq. Bəli, Azərbaycanın təşəbbüsü ilə ötən il təsis edilmiş Bakı İqlim və Sülh Mərkəzi beynəlxalq əməkdaşlıq sahəsində vacib platformaya çevrilib. Platformanın hazırlayacağı layihələr isə qlobal iqlim dəyişikliklərlə mübarizəyə ciddi töhfə verəcək. COP29 həm də sülh COP-u kimi tarixdə qaldı. Bu bir çox bizim təşəbbüslərlə bağlıdır. Bunların içində bilirsiniz ki, keçən il Bakıda Sülh və İqlim Mərkəzi hub təsis edilmişdi və bugün biz artıq bu hub'ın praktiki fəaliyyətlərinin nəticələrini görürük. Hub'ın Bakı mərkəzinin əsas məqsədi
həm iqlim, həm münaqişələrdən əziyyət çəkən ölkələrə beynəlxalq yardımın artırılması, iqlim maliyyəsinin artırılmasıdır və bir neçə ay ərzində aparılan fəaliyyət nəticəsində bugün artıq 3 ölkə, İraq, Çad və Qvinea-Bissau öz layihələrini Bakı mərkəzinin dəstəyi ilə hazırlanmış ilkin layihələrini təqdim etdilər. Bonn sessiyası bir daha göstərdi ki, Azərbaycan COP29-un sədri kimi qlobal iqlim gündəliyin formalaşmasında fəal və məsuliyyətli tərəfdaşdır. Azərbaycan bu dəfə də həlledici təşəbbüslərlə çıxış edərək mühüm razılaşmaların əldə olunmasına töhfə verdi. İndi isə diqqətlər noyabrda Amazon meşələrinin qoynunda yerləşən Balem şəhərində keçiriləcək COP30-a yönəlib. Günay Məmmədova, Azərbaycan televiziyasının Almaniya bürosu xüsusi olaraq həftə proqramı üçün.